Bugün sırf evdə olacağım çünki bayırda çox soyuqdur. Xaçmazda isə vəbşə qar yağıb. Bir 10-15 dəqiqə Twix-nə belə uzanandan sonra özümü toparladım. Dedim ki, yox, belə olmaz, durmaq lazımdır. Bugün səhər tezdən qonaqlarımız getdi rayona. Rəylərdə bəzi izləyicilər o məni danlamağa başladılar. Belə gözəl divanı sən 2 aya korlayacaqsan, mütləq bunun üçün çixol al. Məncə isə çixolla örtsəm, gözəllik itəcək bunu. Mamaya deyirəm ki, yaxşısı bu pledin biraz böyük variantını götürək, o birisi tərəfinə də sərək. Bu pled həm çox gözəl yumşaqdır, həm də ki, düşünürəm ki, divanla boz rənginə çox gözəl uyur. Rəylərdə soruşurlar ki, bəs badımcan tük vermir və onun tükünə siz nə edirsiniz? Mən qızlar bunu çalışıram hər gün səhər darıyım. İndi göstərəcəm sizə nə qədər tük verirsəm. Videodan tam bilinmir, baxın nə qədər tük çıxdı. Özü də belə çoxdan razıçılığı bildirmir. Əksinə onun xoşuna gəlir onu darıyanda. Pişiklər üçün nəzərdə tutmuş bir qayçı var badımcanın. Onunla da dırnaqları belə kəsirəm. Tam dibdən yox, fikir versəz, yalnız uclarını kəsmişəm. Amma belə olduğu halda mebeli korlamır. 3 gündür ki, badımcan stressdədir. Qonaqlar evdə olanda qorxusundan bilmir neynəsin. Bu dərəcədə qorxaq heyvan hələ ki görməmişəm. Evdə heç olmasa tük biraz az olsun deyə çalışıram vaxtında bunu darıyım. Bu da kömək olur əslində. Tökülən tükünün 50%-ni heç olmasa darağımda qalır. 2 dənə bağlamam gəlib, amma ikisi də gəl-al nöqtəsindədir. Hal-hazırda isə onlar işləmirlər. Gəlibsə də mən gəlib onları götürə bilmirəm. Təəssüf ki, öz-özümə düşünürəm ki, indi bağlama olsaydı, nə qəşəng evdə oturub çay içə-içə açardım. Və birdən görürəm, komodumun üstündə Akazovayca Trendyoldan olan bir balaca bağlama var, hansını ki, mən açmaq unutmuşam. Təsəvvür edirsiniz? Gəlin bunu birlikdə eləyək. Sanki düzgün vizualizasiya edəmişəm. Bağlamanın içində bir bağlama da var. Necə də gözəl qoxu gəlir və mən sırası başa düşdüm içində nə var. Dəhşət! Burada nə çox var. Bu qədər sifariş eləməmişəm. Bir dənə baxalım. Tam əmin olmaq üçün təkrar baxdım və gördüm ki, hədiyyə zad deyil, set olaraq almışam. Çoxdan sifariş eləmişəm deyə tam olaraq unutdum. Bu maşın üçün belə bir aromatizatordur, ətirdir. Mağazaları gəzmişəm və baxmışam. Bizdə biri 5 manatadır. Точно bunlardan. Amma Temuda 16 manata 8 dənəsini almışam. Yəni ki, biri cəmi 2 manata. Bunlara elə papa burada olanda onunla da 2 dənəsini göndərmək istəyirdim. Amma qismət olmadı təəssüf ki, biraz gec gəldilər. Bunun deyəsən burasını açırsınız və buradakı pompanı çıxardırsınız. Abratına belə eləyib maşından asmaq olur. 2 manata düşünürəm ki, hava idi. Bunu Cəbrayla ayırdım. Qalanları isə zapasa qoyacağam. Lazım olar, hələ ki qalsınlar. Bunu isə öz maşınımdan asacağam aşağı düşəndə. Dediklərimdən hardasa özüm utanıram. Deməli, bir aya yaxındır ki, mən qızlar mukbang çəkməmişəm, o birisi FM üçün və izləyicilər təbii ki, çox narazıdır. Mən də demişdim ki, o qədər hövsələm yoxdur, bəlkə də çəkməyəcəm. Amma bugün başa düşdüm ki, yox çəkməliyəm, belə getməz, heç olmasa yeni ili təbrik edeyim. Nəsə ürəyim McDonald's istədi, sifariş elədim, 35 manatlıq. Mukbang üçün biraz çox olmalıdır, maraqlı stol alınsın deyə. Amma application'da məndə yazılıb ki, 78 dəqiqəyə gəlir. 1 saat üstündən keçəndən sonra nəhayət ki, mənim McDonald's sifarişim gəlib, saçını belə yığmışam. Mukbangda qəşəng olsun, qəşəng lak vurdum. Səliqəli görsənsin. Bayırda dəhşət hava var. Hələ yaxşı ki, kuryer bunu getirib. Düzdür, soyuq getirib. Mühibbi yoxdur. Əsas getirib. $35 manat pul getdim. Kənd sayağı kartofu götürdüm. Ən sevdiyim McChicken. Bunun içində böyük nuggets var. Iceberg salatı və dəhşət dadlı sous. Bunu yarıya böləcəm stol qoymaq üçün. 9 dənə nuggets. Bu çox dadlıdır. Ən sevdiyim desert. 2 dənə sous götürdüm. Və şaurmadı, dönərdi, belə bir şey götürdüm.
Birinci dəfədə sınayacağam. Belə bir stol alındı. Gəlin belə yaxından da göstərim sizə. Məncə çox iştah açıcı və gözəl. Özüm də acından ölürəm. Gedirəm video çəkməyə. Belə. Bir ayda niyə görə orada yoxam? İmенно mukbanglara karşı sanki biraz həvəsim azalır. Həm də ki, yəqin ki, bilirsiniz ki, Rusiyada YouTube bloklanır. Blogerlərin hamısında get-gedə baxışlar düşür. Yəni ki, imенно rus dilində videolar çəkənləri nəzərdə tuturam. İllərdir izlədiyim 2 milyon izləyici olan sevdiyim blogerin videoları adətən 200-dən çox yığırdı. İndi son videolara baxıram ki, 50 min gücünə yığır. İstər-istəməz bu da motivasiyadan salır. Sonra da ki, bilmirsən sonu orada nə olacaq. Son zamanlarda ümumiyyətlə blogerlərə reklam eləmək neysə də qadağa qoyulub. Gün-gündən məhdudiyyətlər çoxalır deyə daha çox Azərbaycan dili kontentinə fokuslamışam son zamanlar. Ümumiyyətlə dekabr ay ərzində Azərbaycan Instagramında da çoxlu reels paylaşmışam və nə yalan deyim, görürəm ki, insanlar abunə olublar, baxışları, storieslər, baxışlarım qalxır. Bu da məni motivasiya eləyir, daha da çox həvəsə salır. Amma rus kanalında get-gedə hər şey vəziyyət pisləşir bir sözlə. Buradakı vloqlar mən tərcümə eləyərək ora atıram. Bu heç. Sadəcə əsas oradakı kütlə məni mukbanglara görə sevir və izləyir və bu videoları tez-tez çıxmağını istəyirlər məndən. Mən də açığı qalmışam belə, özüm də bilmirəm neyəyim. Bu da qızlar son, belə deyim, mən ümumiyyətlə mukbanglarda heç bir zaman özünü məcbur eləmirəm. Əgər yemək istəmirəmsə, belə qalır. Əgər axıra qədər iştahım varsa və istəyirəmsə, yalnız o zaman yeyib qutarıram. Süfrəmiz isə belə. Mən nə gündəyəm, ev nə gündədir. İndi Albinaçka gəlir. Bizim liftimizin açarı onda yoxdur. Ona görə buradan mən balaca lifti çağırıram. O isə aşağıdan minir. Baxın, hal-hazırda o minib. Albinaçka deməli Temudan belə bir curler sifariş edib. Mən də sifariş eləmək istəyirəm əslində. Amma dedim ki, əvvəl onunkini sınayım. Baxım görün mənim uzun saçlarıma yarayır. Əgər yaxşı olsa, mən də sifariş eləyəcəm. Biz sifariş eləyərkən amma şəkildə belə deyil idi. Biraz başqa cür rəng idi. Amma xoşuma gəlir. Onu sınamaq lazımdır. Belə fırlanır, hə? Uzun saça da yarayır. Sınayacağım mütləq. Xeyli vaxtdır ki, bunu sınamaq istəyirdim. Gəlin birlikdə eləyək. Xarici blogerlərdə tez-tez görürdüm və diqqətimi çəkirdim. Həm sağa, həm sola fırlanır. 3 növ temperatur rejimi var. Cəmi 10 saniyə saxlayırdım və belə bir nəticə. Ümumiyyətlə, mənim saçımda lak vurmasam buruqlar qətti qalmır. Fərqi yoxdur, hansı stəllərdən istifadə eləmişəm. Bununla da eyni məsələ. Eksperiment üçün qəsdən lak vurmadım. Gördüm ki, 2-3 saat keçəndən sonra buruqlar təəssüf ki, qalmadı. Amma lak vursaydım mükəmməl qalacaq. Mənim saçımı belə buruq eləməyə mən 17 dəqiqə vaxt sərf elədim. Bunun qiyməti 30 manatdır, amma rəngdən asılı olaraq qiymət dəyişilir. Bunun rozovu rəngi 27-yədir. Nəticəmiz isə bu. Sizcə necədir? Bayaq gördüyünüz videonu mən növbəti gün çəkmişəm. Sadəcə montajı qalmışdı bu vloqum. Fikirləşdim ki, göstərim sizə bu curler necə işləyirsə. Ona görə bu vloqa həmin hissəyə əlavə elədim. Amma belə Instagram stories üçün çəkdiyim videodur. Albinanın tarix dərsi bizim aşağıdakı qonşudur. Və mən bilirdim ki, Albina bunu sifariş edib və ondan soruşdum ki, necədir? O da dedi ki, yoxlamaq istəyirsənsə bir dəfə tarix dərsinə gələrkən sənə gətirərəm. Özündə yoxlayarsan, baxarsan, bəyənsən, özün üçün də sifariş edərsən. Tarix dərsinə 10 dəqiqə qalmış. Albina qalxdı yuxarı, bizlə oturdu, çay içdi, sonra düşdü aşağı tarixə. Amma sonra ortaya çıxdı ki, tarix dərsi ləğv olundu və ona görə yenə də qalxdı bizə və biz oturduq nərd oynamağa. Nə qədər güldük, bir dəfə mən udmuşam, bir dəfə isə o. Uşaqlıqdan atam, əmilərim hər zaman bizə gələndə nərd oynayırdılar. Mən biraz böyüyəndə papa tapmırdı kimlə oynasın və məni öyrətdi. Xoşdur ümumiyyətlə belə şeylər. Mən də öyrəndim. Sonra Albinanı öyrətdim. Bizdə ümumiyyətlə mentalitetdə bilmirəm nədən irəli gəlir, amma nərd belə kişi oyunu kimi gəlir, amma bizdə hamı oynayır. Deməli, birinci oyunda sizcə kim udub? Я говорю. Albinaçka. Halal olsun uşağım. İndi ikinci oyunu oynuyoruz. Baha görək. Koca kişilər kimi oturmuşuq. Buradakı bardağı axşam-axşam sizə göstərmək istəyirəm. Bura tez-tez bu halda olur. Çünki burada videolar çəkilir və burada stolun üzərində lazımsız əşyalar, istifadə olunmadığı əşyalar həddindən artıq çoxdur. Adətən shorts videolarda bu rakursu siz tez-tez görürsünüz. Amma tam otağı nədənsə nadir hallarda sizə çəkirəm. Ümumiyyətlə evimiz 3 otaqlıdır və burada belə bir avokadomuz da var. Baxın nə boyda olub bu şey.
Burada sulamaq lazımdır. Yadımdan çıxmamış, bir dənə suluyum. Belə. Bilirəm ki, izləyicilər zapasda olan məhsulları izləməyi, baxmaq sevirlər. Əslində zapas yalnız dəhlizdə deyil, burada da bu qədər korobka var zapaslı məhsullarla. Axşam-axşam həm istəyirəm buranı biraz səliqəyə salaq, həm də ki, bu 4 korobkanın birində sketchbook-a aid flomasterlər və s. var. Son zamanlar nədənsə rəsmlər çəkməyə eşqə düşmüşəm. Arada elə şeylər də eləyəcəm. İstəyirsiniz sizin üçün də video çəkərək göstərəcəm. Bayırda isə axşamdır. Axşam-axşam heç yerə çıxmaq istəmirəm. Hələ evdəki belə işlərini görəcəm. Bu korobkanın içində hər şey mənim Bum kanala aiddir. O vaxtlar belə maraqlı fonlarda sifariş eləmişdim. Bilmirəm görmüsünüz ya yox, amma mənim Rus dilində belə bumajlı sürprizlərinə kanalım var və bunları hamısını mən özüm çəkmişəm. Çox həvəsim var idi. 400 minə yaxın izləyici yığmışdım. Hətta xarici bir kanalım var və orada da belə rəsmlər, nakleykalarla bağlı videolar çəkirdim. Hətta bir videom var qızlar, $5000 pul gətirib mənə. Özüm görəndə şoka düşürəm həqiqətən. Bu da bir maraqlı bir məşğuliyyətdir əslində. Amma son zamanlar nədənsə həvəsdən düşmüşəm. Bunları çəkmək dəhşət çox vaxt aparır. Yəni saatlarla oturub bunları çəkirdim mən. Sonra əlim ağrımağa başladı. Ondan sonra biraz fasilə verdim. Sonra həvəsdən düşdüm. Baxın bu kolleksiya dırnaq manikyurlardır və s. Məncə çox maraqlıdır həqiqətən. Bu işlə mən son bəlkə də 1 ildir ki, məşğul olmuram. Amma bəzən darıxıram və ona görə istəyirəm sketchbook formatında bir bloknotu özümə götürüm və başlayım onun içində rəsmlər çəkim. Tutaq ki, keçmiş həftə haqda, keçmiş il haqda. Bir sözü göstərəcəm sizə, əgər sizə maraqlıdırsa. Düşünürəm ki, çox maraqlı bir content alındıra biləcəm. Belə risunkalar isə çoxdur. Bir neçə dəftərdir. Baxın, burada da doludur. Baxın, burada da çox gözəllər var. Vay vay, nə qədər əziyyət çəkmişəm. Özümü biraz tərifləyim bu arada. Nə qədər. Düzdür, pul da qazanmışam, sözsüz, o heç. Bu bloknotları tullamağa əlim gəlmir də qəti. Tullaya bilmirəm prosta. Baxın, bu yeni ildir. Hansı ildir görəsən? 2013 olar və yaxud 12. 12-dir, görürsünüz, belə bir kolleksiya eləmişdim. Bunları bir özüm çəkmişəm. Bir sözlə burada o qədər şey var. Əgər sizə ümumiyyətlə bu maraqlıdırsa, bir videoda, videonun sonunda bir göstərə bilərəm. Əslində çox uzundur. Uzundur deyən çoxdur. Bunları nə vaxtda mən qutaracam. Neyse, bu qədərdir. Bunları hamısını çıxardım. Hələ ki, tullamağa əlim gəlmir, düzdür. Amma bir bloknotu özümə ayıracağım və orada maraqlı risunkalar çəkəcəm. Özüm üçün həvəsim olanda, antistres kimi hansı bir verilişə baxanda yavaş-yavaş çəkəcəm. Bəziləri uca doldurmuşam. Misal üçün bunu uca tam full dolub. Bu da həmçinindən baxın. iPhone-lar üçün güya ki кейslər, Dolce Milk'ın kosmetikası, Starbucks'ın kruşkaları. Bunlar güya ki notebooklardır. Maraqlı alınırdı. Həqiqətən nə qədər əziyyət çəkirib. Ay yox, bunlar prosta nakleykadır. Verəm. Bunlar isə 4 dənə təmiz bloknotdur. Bunlardan birini seçib, gəlin bunu götürək. Bunun içində mən həvəsə düşəndə rəsmləri çəkəcəm. Özü ki, həyatımla bağlı, həyatımdakı dəyişikliklərlə bağlı rəsmlər çəkməyi istəyirəm. Arzular haqda, tutaq ki, nə planlaşdırıram və yaxud bir həftə ərzində nələr nail olmuşam. Bax, belə şeyləri burada yazmaq istəyirəm. Həm də ki, yanında risunkalar çəkmək. Bir sözlə mənim belə ideyam var. Növbəti videoların sonlarda görəcəksiniz. Və bu rəsmləri bu stolun üzərində çəkəcəm. Ona görə buranı biraz yığışdıracağım. Bu da özün üçün ev tapıb. Twix. Burada ikinci korobka da var. Bunun içində isə markerlərdir. Və burada o qədər marker var ki, siz təsəvvür edə bilməzsiniz. Bəlkə 1000 dənə marker var. Bu da doludur markerlərlə. Axıra qədər burada markerlərdir. Bunlar da
qurumasın, istifadə edeyim, qəşəng rəsmlər çəkim. Nəsə həvəsə düşmüşəm son zamanlar, bilmirəm nə bağlıdırsa, amma həvəsə gəlib başım. Yoxlamaq lazımdır ümumiyyətlə bunlar normal çəkirlər yoxsa yox. Amma ilk öncə buradan başlayaq. Bu dişləri təmizləmək üçün də alandan sonra hələ ki istifadə olunmayıb aparım vannaya. NYX'in fixing spreyi hələ təzədir, heç istifadə olunmayıb, gedir zapasa. Bu ikisi də hətta plombası üzərində heç açılmayıb, təzədir. Bu ikisi də geçsin zapasa. Bu da təzədir, geçsin zapasa. Snozun skrabı vannaya. Bunu isə musorkaya. Güya ki quru şampundur, bir köpüklü məhsul deyil. Temudan sifariş eləmişdim, heç dəyməz almağa. Ümumi burada bu qədər kosmetik vasitələr olmağı yersizdir, çünki bunları hər gün istifadə eləmirəm. Ən əsasdır ki, sponjlar sizdən məsləhət alırdım Instagramda necə yum. Gördüyünüz kimi mümkün qədər təmizlədim. Oldu təmiz, amma yenə də təzələri də sifariş eləyəcəm. Zapasda olan məhsullardan istifadə eləmədiyim geyimlərdən bir bağlama hazırlamaq istəyirəm və sırf bir izləyicimə verim. Çox güman ki, qızlar bunu Instagramda keçirdəcəm. Instagram storiesdə kim birinci yazacaqsa ona da təhvil verəcəm. Bunu giveaway kimi eləmək istəmirəm. Ay falan qədər rəfiqəni ətəç elə, ay nə bilim mənə abunə ol və s. belə şeylər heç biri olmayacaq. Sırf kim birinci yazırsa ona da verirəm. Düşünürəm ki, belə eləməyinə bir izləyicimi heç olmasa sevindirə biləcəm. Belə şeyləri ümumiyyətlə bundan əvvəl çox eləyirdim, amma fikir verirdim ki, bəzi insanlar inciyirdilər. Ay, mən storiesi paylaşan kimi birinci saniyə mən yazmışdım. Fiyo, səndən inciyirəm, unfollow eləyirəm səni. Və yaxud insan bağlamanın dalınca gəlmirdim. Yalvar, yaxar, ay nə vaxt gələcəksiniz? İndi alınmır, sonra gələcəm, sabah gələcəm, nə bilim nə 1000 dənə şey çıxırdı ortaya. Belə halları görəndən sonra mən ümumiyyətlə çalışırdım hər zaman tanıdığı insanlara verim, geymədiyi paltarlar olsun, istifadə eləmədiyi məhsullar olsun. Amma reylərdə bəzən baxıram ki, izləyicilər yazırlar, kaş ki mənim də bu qədər paltarım olardı, kaş ki mənim bu qədər çantalarım olardı və xüsusi belə insanlar üçün belə şeyləri tez-tez Instagramda eləyəcəm. Çox ümid edirəm ki, məndən heç kim inciməyəcək. Əgər maraqlıdırsa, növbəti vloqda mütləq göstərəcəm nələr yığmışamsa. Stolumun üzəri isə elə dağınıqdır, dəhşət. Bu otaq ümumiyyətlə videolarımda nadir düşür. Burada əslində yatmaq olar, amma mən nədənsə divanda yatmaq xoşlayıram. Bu otaq isə bomboşdur həmişə. Əsasdır ki, qızlar, bu otağın boş olmağı səbəbi var. Çünki burada internet pis tutur. Baxmayaraq ki, evdə internet Wi-Fi-miz var. Bilməm necə başa salım. Evimiz 3 otaqlıdır və uzun yanadır və sonuncu otaq budur. Adı yadımda qalmadı, amma binanı tikərkən nəsə bir armaturlardan istifadə olunub, hansılar ki, Wi-Fi-ın şüasını keçirtmir. Bizim ailədə internet və Wi-Fi bizim hər şeyimizdir. Ona görə bu otaqda heç kim yatmaq heç vaxt istəmir. Bir dənə də modem alıb bura qoymaq lazımdır. Başqa variant yoxdur. Onu da bacı mütləq eləyəcəyik. Bilirəm ki, mənim izləyicilərimin arasında başqa blogerlər də var. Fərqi yoxdur. Səhər çəkirəm və yaxud axşam hər zaman mən bu ring lightdan istifadə edirəm. Hardasa 5 il olar ki, mən bunu almışam. 180 manat almışdım. Hələ buradan, şəhərdən indi baxıram Temuda zadda daha münasib qiymətədir və alıb rayona aparmaq istəyirəm. Çünki bəzən orada da çəkiliş eləyirəm. Deməli, bunu hər zaman istifadə edirəm ki, daha mükəmməl keyfiyyətdə bir video alınsın. Çünki bəzən soruşurlar qızlar, videoların qəşəngdir, amma mən də 16 ilə çəkirəm, amma o qədər yaxşı alınmır. Siz deməli düzgün işığı qurmursunuz. Bu stolumuz böyükdür və stolun üzərində yalnız lazımlı məhsulları saxlamışam. Deməli, bu sketchbook, bundan sonra vloglarda, axşamlar nastroyeniyam olanda burada fərqli rəsmlər çəkəcəm. Həm də ki, paralel olaraq üstündən səs yazaraq sizin üçün sual-cavab da eləyəcəm. Bəlkə də bilmirəm, indi dəqiq. Burada mənim flomasterlərim də əslində çoxdur flomasterlər. Sadəcə düşündüm ki, bu qədər kifayətdir. Hələ ki, stolun üstündə bilinmir nə qədər uzun mənim hobbim çəkəcəksə. Və kosmetik vasitələrdə həmçinə yalnız gündəlik, hər gün istifadə edən məhsulları qoymuşam. Hansıları ki, bitirməyi istəyirəm. NYX'in bu paleti olsun, Flormar. Bunu bitirməyi istəyirəm hal-hazırda. Daimi olaraq demək olar ki, onu istifadə edirəm və s. Gündəlik istifadə edədiyim kosmetik vasitələri hamısını burada qoymuşam. Və fırçaları da yalnız onları istifadə edirəm. Çox az fırça qırağa ayırmışam. Qalanları isə yuyacam sabah. Bugünlük isə bu qədər. Çox sağ olun ki, videonu axıra qədər izlədiniz. Özünüzə yaxşı baxın. Sağ olun.